Salam değerli izləyicilər, Təhlükəsizlik Şurasının üzvü Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. APA'nın etibarlı mənbəyə istinadən verdiyi məlumata görə Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. Ramiz Mehdiyev nə vaxt hərəkətə keçib? Çox maraqlı bir məqamdır. Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışır və ötən ilin dekabrın 25-də deməli Azal təyyarə qəzasından sonra xüsusilə fəallıq göstərib və Mehdiyev bu vəziyyətdən istifadə edərək öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb. Bu arada xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda bu il mayın 9-da İmişli rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədov SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Salih Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından biri və biznes ortaqlarından hesab olunur və Ramiz Mehdiyevin hansı planı olub? Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb və plan necə ifşa olunub? Deməli, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib. Görünən odur ki, 87 yaşlı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb. Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. Hələ Sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək Azərbaycan hakimiyyətində də Rusiyanın dostları olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb. Vətən müharibəsindən əvvəl isə Azərbaycanda Rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı. Ramiz Mehdiyev də həmin siyahıda var idi və vəzifəsindən azad olundu. Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanada görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da görüş tarixi Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir və dəyərli izləyicilər, qeyd edək ki, Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının 2020-23-cü illəri əhatə edən yoxlamaları nəticəsində akademiyada çox saylı nöqsan və qanunsuzluqlar aşkarlanıb. Baş prokuror Kamran Əliyev bu il oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, Milli Elmlər Akademiyasındakı qanun pozuntuları ilə bağlı hər tərəfli araşdırma aparılır. Həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb. Artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib deyə baş prokuror vurğulayıb.